Yaralı gəmdə Elçistar Cəmilə ilə bağlı əyləncəli anlar yaşanır. Mən də baxdım. Bir TV-dir, Sumqayıtda fəaliyyət göstərir. Orada bir verilişdə Samir Bayramlı var onun verilişində. Samir, heç kimi araya qoyub məzələnmə. Heç kim də səni tanımasa, mən səni tanıyıram. Yaxşı, bir yerdə çalışmışıq. Bu dilim var ha. Bildin nə deyirəm? Cəmlənə lazım deyil. Sən idin ki, bir vaxtlar yalvarırdın Cəmləni verilişmə gəlsin. Lazım deyil belə artıq əski Cəmlə xanımla bağlı danışmaq. Yenə də deyirəm, olmaz. Biz bir yerdə çalışmışıq. Hər halda sən məni, mən səni çox yaxşı tanıyırıq. İnsanların hisslərlə belə oynamaq olmaz. Milli Nöqtəz xəbər verir ki, yəni mən istinad edirəm, bir zamanlar prodüser kimi fəaliyyət göstərən, son illərdə isə müğənni kimi çıxış edən Rovik Səfərov bildirib ki, əvvəllər Elçistar Cəmilə ilə birlikdə çalışıb. O həmçinin açıqlayıb ki, əvvəllər Cəmilənin səhnə qonorarının cəmi 30 manat olduğunu bildirib. Bu sözlər əlbəttə ki, efirdə qonaqlar arasında gülüşə səbəb olub və gülüblər. Təbii ki, o vaxtlar 30 manat, 500 manat idi, hörmətli Rovik Səfərov. O vaxtlar 30 manata insanlar bir ay dolanırdı, yarım ay dolanırdı, yağ alırdı, qənd alırdı, çay alırdı, hər şey. Cəmilə xanım həmişə özünə dəyər verən xanım olub. Həmişə özünə dəyər verən olub. Özünə də sayğıyla yanaşıb, qarşısındakı insanlara da sayğıyla yanaşıb və deyirsən ki 5 manat. 5 manat bilirsən də o vaxt nə qədər pul idi. Samir Bayramov özü yığışdır. Bir də sən Cəmilə ilə bağlı danışsan, mən də səninlə bağlı danışacağım. Cəmiləyə toxunma. Bizim elitistlarımıza.